Siz burada yaşayırsınız. Bizə xəbər gəldi ki, bir ana bala burada qəbrəstanlıqda yaşayır, evləri, işləri yoxdur. Biz də Bakıdan durub gəlmişik. Doğrudan bu belədir ya yox? Kimlə yaşayırsan burada? Kızımla. Qızınla. Eviniz, eşiniz yoxdur sizin? Yok. Yani Biz əvvəldən dostlar oldu, bu bir var. deməli burada dostumuz yazır ki bu haradır? Bu Cəllabad qəbristanlığıdır. Və mən inanın bu son yəni bu Zariyədə qal. Elə bir orada müstəqillik dövründə bağlaya bilmirəm qıza görə. Qızım ora bura aparıram. Kərəm Həsənov deyirsən. Xəstədir, nə xəstəsidir qız? Bilmirəm. Cəllabadı kuru yuvat eləyən. Vurur başını belə bir xəstədir. Onun nəsil nəcabətidir. Yəni Cəllabadda at oynadılar deyir. Nə istəyirlər edir. Xəstədir, yəni. Dəqiq deyə bilmərəm. Bir məsələ var ki, mən məsələn dəqiq müstəqillik dövründə ən döyüşkən, ən fəal, ən deyək ki, adamlar, fəal adamlar, yəni demokratiya uğrunda, azadlıq uğrunda mübarizə aparan adamların demək olar ki, 90% yəni adamlar, aktivləri məhz o bizim o cənub zonasından, məsələn, Sabirabaddan, deyək ki, Salyandan, sonra Cəllabaddan, yəni inanın mən bu Sovetlər vaxtında bu o qədər də görünmürdü. Yəni həriyə bir çamur atırdılar. Yəni bu nöqteyi nəzərdən İndi baxıram, baxın, hansı rayon, hansı bölgə daha fəaldır, onlara ot yoldururlar, onlara zülm edirlər. Nə qədər bacarırlar, onların anasını aladılar, baxmırlar, baxın. İnsan nə qədər, insan indi Kərəm Həsənov, bax deyək ki, adama dəyərlər, indi onun qardaşı falan bilmirəm orada icra başlayacaq. İnanın, mən, məsələn, məndə belə bir şey var. Mən bu normal olan hər bir insanda olmalı. Yəni, mən bir dəfə bir rayona getmişdim. Deməli, bir kənddə getdik, gördük ki, icra nümayəndəsi kənd sovet deyilən gəlir, görün, bir ailə gəlmişdi. Kişi ilə bir qadın, yanlarında da bir uşaq. Allah rəhmət eləsin. Yaxşı ki olsun. Bu kənd sovetin sədrində dayanıb, bu qırırlar bir-birlərini. Bunlar üç uşaq da körpədirlər. Birinin deyək ki, 10 yaş, 8 yaş, 6 yaş, bax, belə yaşlarlarlar uşaqlar. Baxdım onlara, ürəyim ağrıdı. Bilirsiniz, mən inanın, həqqi mənada belə ürəyimdə şey keçirdim və bunlara dedim ki, heç olmasa uşaqları çıxardın sonra. Yəni bu şeyləri görməsin. Sonra bana şey dedilər ki, bunların evində hər gün belə. Getməyə başqa yeriniz yoxdur, heç kiminiz yoxdur sizin. Yəni bu üç uşağın yəni o şeydə yaşaması, o ədalətsizliklər içərisində yaşaması, o böyüyəndə indi onu siz təsəvvür edin, onun özü nə olacaq? Yəni o nöqteyi nəzərdən mən indi bu adama o qıza baxanda hiss edirsən ki, bu qızda yəni xəstəlik vardır, çatışmayan şeylər çox. Bizə normaldır. Qadın da əl atsız. Ər yox, furan yox, təsəvvür edin. İcra hakimiyyətində, icra nümayəndəsi də, bələdiyyələr də dostlar, yəni yerlərdə bu işlərdə məşğul olmalıdırlar. Yəni yerli əhalinin evindən, ağrı, bərif hadisələrlə, yəni köməksiz insanlara kömək eləməlidirlər. Yəni bələdiyyənin öz büdcəsi var. Yəni bunlar elə şərəfsizdirlər ki, görürsünüz ki, dünyanın harasıdır ki, yəni burada da yazdılar, ölmədik bu günü də gördük. Bu günü də gördük ki, yəni qəbristanlıqda əslində belə baxanda onlar da fikirləşirlər, yəqin o Molla Nəsrəddinin bir anekdotu var, bilmirəm siz onu bilirsiniz, neyinirsiniz. Bir nəfər mollanın başından papağı götürür, qaçır. Molla bunun dalından qaçmaq əvəzinə qaçır qəbristanlığa. Deyirlər, Molla, bəs bura niyə qaçdın? Deyir, hara gitsə bura gələcək. Yəni bizim ən son mənzilimizdir ora. Yəni biz gedəndə də hamımız bilirik ki, hamımız bilirik ki, bizi heç nə götürməyə qoymurlar özünü. Bu burnu uzun gəldiyi adam deyək, utanmırsan, ölmürsənsə, yaxşı, deyək ki, Əli Kərimli, Gültəkin Hacıbəyli müxalifətdədirlər, hakimiyyətə sənin əlindən almaq istəyirlər. Ona görə sən onlara divan edirsən. Bu yazıq adamdır. Bu yazıq, bax, qoca qadındır. Yəni, cavan da deyək, deyək ki, geçsin, işləsin və yaxud da bədənini satsın, geçsin. Məsələn, deyək ki, irtiksin. Ay şərəfsiz. Adam, insan da insanı bu günə qoyarmı? Ona görə şeydə deyir, o zaten dünyada deyir ən şərəfli və ən şərəfsiz canlı insan.
O istər varanda nətər özündə olmursan sən. Də o sözlərə qalsıram, cəmaatı yavaş şəkildə görürəm. Bütün millətin üstünə cumuram, anamın üstünə cumuram, durduğum yerdə cumuram. Belə şeylər olur məndə. Birdən-birə gəlirdi o sənə. Birdən-birə gəlir, hə. İndi yaxşısan bu dəqiqə? Hə, yaxşı, Mozağa getdim, yaxşı oldu. Ocağa getmişdin. Hə, Sarı saydan, nəzir boylanmışdım. Onu vermədim, məni həlak edirdi. Çoxdan boylanmışım, bir ay bundan qabaq. Kim həlak eləyirdi səni? Elə o Yuxuya girirdi. yuxuma girdi. Dedi, nəzir boylanmışsan, verməmsən, zərarını çəkirsən. Getdin verdin düzəldin. Getdim, verdim. Maraqlı olan bilirsiniz nədir dostlar? Məsələ burasındadır ki, bu fikir verdinizsə, bu qız qadından soruşur ki, bəs nə ilə dolanırsınız? Deyir, insanlar gətirib yemək verirlər. Baxın, bu adamlar, dostlar, bax o qız o çörəyi elə belə yemək istəmir. Gedir qəbrin ətrafında olan o alaq otlarını yorur ki, yediyi yemək halal olsun. İlham Əliyev eşidirsən? Görsən, nə qədər bu millətin haram pulunu, yəni millətin olan varını, dövlətini vəhşicəsinə, haramcasına mənimsəyib insanları bax beləcə ac-yalavac qoyursan. Bəli, düz deyirsən dostum. Sözün bitdiyi yer.